Ve ben gördüğüm yuxunu olduğu kimi şeirə köçürüb kitaba yazmışdım. Bu gece yuxuda Rüfəti gördüm. Gördüm ki yenə də ağlayıb anam. Sənin həsrətinə dözə bilməyib, ah çəkib qəlbini dağlayıb anam. Mənsə çalışıram təsəlli olum, birazca unutsun gözyaşlarını. Amma gözlərində elə kədər var. Yaman, hər kəsdən gizlədir baxışlarını. Haqqında yeni bir kitap yazıram. Bağçaya üst tutup soruşdum səni. Bir video çıxarır müdirə xanım. Yaman kövrəlirəm, ağladır məni. Orada çox canlısan, rəqs eləyirsən. Gülərək deyirsən, gələcəm evə. Anama deyin ki, çox üzülməsin. Bilirəm, darıxır o mənsiz yenə. Sanki yaşayırdın, şəhid deyildin. Bir müddət yolların düşüb uzağa. O qədər ürəklə danışırdın ki, inandım, dönəcəm sən bu ocağa. Sonra qohumunla üst tutduq sizə. Dedilər sən denən Rüfət gələcək. Dedim Afət ana, ağlama daha. O xəbər qəlbini sevindirəcək. Rüfəti görmüşük, xəbər göndərib. Dedi ki, yaxşıyam, darıxmayın siz. Az qalıb, biraz da səbirlə dözün. Gələcəm, sevinsin daha qəlbiniz. Gələcəm, sevinsin daha qəlbiniz. Bəlkə də bundan sonra yüzlərlə kitab da yazsam, milyonlarla şeir də yazsam, o yanğı sönən deyil, bilirəm. Amma yenə sağ olsunlar ki, unutmurlar, yenə sağ olsunlar ki, yaşadırlar. Və bugün Rüfətlə birlikdə komandiri də eyni gündə dünyasını dəyişib. Onun həyat yoldaşı da buradadır. Rüfətin məzarını ziyarətinə gəlib, mən istəyirəm Zahir Cəfərovun həyat yoldaşını da dəvət edeyim yanıma. Gəl bura Afət ana da gəlsin yanıma.